Bizim Moğlan kəndimizdə bir şair var. Allahın rəhmətinə gedibdi. Ağay Allah verdi ahəni. İnqilaba yaxın ya inqilabdan sonra bu şeiri deyiblər. Çox gözəldir. Tənz halətindədir, bəli gözəldir. Bunu eşitsək gözəl olar. Nəğildir bir danam. Dərqalı bir şey. Dən hətta 3 dəqiqə deyəcəm. Fərzilin kandidən mən də danışıram da. Oğru pişik. Oğru pişik. Deyir, kətdə bir gün bir kişi evdar idi, evdə də bir oğru pişik var idi. Yaxçı yaman hər nə düşəndə ələ, qəsd eləyib saldı evə vəlvələ. Kətdi vurub qoldu ötürdü çölə, qaçdı pişik, varid olub cəncələ. Gördü bir şir təxtir yasətdədir, xadimidir, tülkü itaətdədir. Xırsı qaban səf çəkib ətrafına, nəzm o nizam ilə sağ ol soluna. Meymun əntər düzülüb bir bəbir, qurd olub onlara nəxust o vəzir. Ayını cəncəldə şikarban yazıb, donquzu şamlara nicəhban yazıb. Karşınasan nakarşınas yadıma düşdü bilərsən. Tülkü olub hafiz morğan yazıb, dovşanı da bağlara bağban yazıb. Gördü bu ozanı pişik lakəlam, baş əyib əvvəl dedi məndən səlam. Baxdı biraz məclisin əzasına, cah-ı cəlal sərvər əlasına. Söylədi xoşdur şaha halim mənim, gəldi başa əql kəmalim mənim. Lütf eləsən, mən də xaçı payıbəm, nisbətim həm cinsidə həm tayıbəm. Var sizə əzadə şəbahət mənim, siz kimi əxlaq ilə adət mənim. Sizlərə həm cins və həm zadiyəm, əsl o nəsəb vəhşilər oladiyəm. Bu sözləri pişik deyir. Çünki bəni Adəm əsir olmuşam, bais odur, böyle kiçik qalmışam. Mən də olum xadimi xidmət sənə, olsam əgər layiq hürmət sənə. Daim olum əmr itaətdə mən, daldalanın sayi himmətdə mən. İndi şiir ona nə cür cavab verir? Oldu pəsənd sözlərin eyvan sənin, var sənə nisbət məqam ələm sənin. Gördüm əcəb nütqüdə dara səni, eyləyirəm məmur icra səni. Pişik olur məmur icra. Amma mən bu çölün sərvər sər tacıyam, dərdlərinin dərdinin əlacıyam. Mən bu çölün sultanıyam, şahıyam, bipənahım püştü pənahgahıyam. Kim edə cürət ola qanun şəkən, əzl-i simət həm olacaq bivətən. Hər kim ədalətdə xəyanət ola, ya ki xəyanət bər əmanət ola. Madde-i vahid ilə edam edir, sirvət-i tarac öz edam edir. Qaldı pişik müddəti bu hal ilə, gəzdi dolandı belə minval ilə. Oldu nəzarətçi co məmurlara, baxdı iş üstündəki nanxorlara. Gördü qaban şamları şamxarladı. Xırs tamam cəncəli oxarladı. Qurd acalıb kök arığı qanmadı. Tülkü yiyib qarnını səhmanladı. Bildi pişik vəziyyəti də anladı. Şirə quzarış eləyib danladı. Vacib olərzəm sənə ey tacı sər, sözlərimi söyləyim ol baxəbər. Tülkü gedib kətdə toyuq qalmadı. Qurd qoyunu tutdu boyun almadı. Dovşan ağacları elə dalladı, tanımadı, alçadı ya almadı. Amma şiir nə deyir ona? Mütəəssifanə. Biraz da intiqad edir. Şiir deyir ki, mütəəssifanə. Aç qulağın, qoy sənə bir söz deyim. Düz oturub, düz danışıb, düz deyim. Baxma cinən bu quru fərmanlara, zahiri bir hökmüdür divanlara. Sən də yanaş bir para əyanlara, qat özünü naxələf heyvanlara. Kimsə nə iş görsə gətirmə dilə, bas yecinən, hər nə başarsan elə. Qət eləsən düz çalışan əlləri, bağla cinən düz danışan dilləri. Xayini olma səltənətə, dövlətə, hər nə başarsan elə bu millətə. Öz sağlığınıza bir əl çalın.
Tanz bir dənə şeir idi, vəli dedim, hala intiqaddır, ərz